Barış səsi. Sürütmə. Bağışlayan və mehriban Tanrının adıyla. Balaca bir dovşan ağac gövdəsinin üstündə oturmuşdu. O atasına dedi: "Ata, tez ol, məni də ormana gəzdirməyə apar." Bu vaxt dələ ilə kiçik qardaşı dovşanla birlikdə onun atasına yalvardılar ki, "Dovşan əmi, olar ki bizi də gəzdirməyə aparasınız?" Dovşanın atası bir ağac gövdəsinə qalın kəndir bağlayıb, var gücü ilə dartdı. Ancaq nə qədər çalışdısa, gövdəni yerdən tərpədə bilmədi. Çünki çox ağır idi. Bu kitabı barışsəsi.com-dan alın və oxuyun ki, dovşanın atası necə gövdəni yerə saldı. Sürütmə kitabı Dənizçin Yayım Evində nəşr olunubdur və 7 yaşdan yuxarı uşaqlar üçün münasibdir.